Biz yenə də Salam Mələk stansiyasındayıq və hər gün bura gələndə artıq son günləri nəzərə alsaq, dəyişikliklərin şahidi oluruq. Bax, biz gələndə reyslər təxminən ora qədər idi. İndi artıq görürsünüz ki, tam Zəngəzur dəhlizinə qədər uzanır və çox ciddi işlər gedir. Yəni 7 kilometr ərazi tam olaraq reyslə təmin olunacaq. Yeni reyslərlə demək bərkitmə işləri ilə Eminçək bunları da görürsünüz, Araz çayı. Yəni bir tərəf İran, 7 kilometrdən o tərəfə Ermənistan və Azərbaycan. Deməli, onu deməliyəm ki, Salam Mələk stansiyası Ordubadın Kötam kəndi ərazisindədir və artıq 7 kilometr ki, burada demək işlər həyata keçirilməkdədir. 700 metr ərazi isə minalardan təmizləndikdən və trip marşrutu tam olaraq təqdim olunduqdan sonra o da reyslərlə təmin olunacaq və beləliklə Azərbaycanın əsas hissəsi trip dəhlizi, Zəngəzur dəhlizi vasitəsilə, trip marşrutu vasitəsilə Ordubada, Azərbaycanın demək Naxçıvan ərazisinə birləşəcək. Həqiqətən də çox ciddi işlərin, çox ən yüksək səviyyədə işlərin getdiyinin şahidiyik və bu işlərin artıq qısa müddətdə elan olunduğu kimi sona çatması nəzərdə tutulur. Son dərəcə müasir demək infrastruktur qurulur, dəmir yolu qurulur və qeyd etdiyim kimi reyslər bax ən müasir demək şəkildə, müasir standartlara cavab verən şəkildə bax bu cür bu əraziyə salınır. Daha doğrusu dəyişdirilir. Köhnə reyslər artıq çıxarılıb, onlar tarixə qovuşdu. Amma onlar da bir tarix idi. Azərbaycan tarixinin bir parçası idi və artıq yeni dövr başlanır və yeni dövrdə yol həmişə inkişaf deməkdir.